Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevirən radiusu 13-dür. Deməli, çevrəmizi çəkək. Üçbucağın xaricinə çəkilibsə, deməli, üçbucaq çevrənin daxilindədir də. Buna daxilinə çevrə çəkək. Daha doğrusu üçbucaq çəkək. Düzbucaqlı üçbucaqda xaricə çəkilmiş çevirən radiusu hipotenuzun yarısıdır. Yəni 13, burada 13-dür. Ümumi nə oldu? 2 vur 13, yəni 26. Digər katetimiz 10-dur. Bura olsun 10. Bu 10 nədir? 2 vurulsun 5 deməkdir. Deməli, bizə daxilə çəkilmiş çevirən radiusunu istəyir. Yəni kiçik r. Daxilə çəkilmiş çevirən radiusu katetlərin cəmi çıxıb hipotenuz bölü 2-dir. Deməli, bizə digər katet lazımdır. Yəni a bərabərdir. 26'ın kvadratından 10'un kvadratını çıxmalıyıq. Bunun ötürü daha rahat yolu edə bilərik də. Baxın, bura 2 vur 5'dir. Bura 2 vur 13'dür. Deməli, a da 2 vur 12 deməkdir. Bərabərdir 24. Bu Pifagor üçlüklərinə əsasən 5, 12, 13 üçbucağın misilləridir. Biz a-nı tapdıq, yəni 24. İndi tapaq daxilə çəkilmiş çevirən radiusu. 24 üstə gəl 10. Çünki katetlərin biri 24, biri 10. Çıxılsın 26 bölünsün 2. Bərabərdir 8 bölünsün 2 bərabərdir 4. Cavab 4 santimetr.